Zəfər gününə çox az bir müddət qalıb. 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin 5-ci il dönümü bütün respublika ərazisində olduğu kimi Naxçıvanda da təmtəraqlı formada qeyd olunacaq. Şəhərdə hansı işlər görülür? Bununla bağlı son məlumatları isə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovadan öyrənəcəyik. Şəhərdə hansı hazırlıqlar görülür? Bununla bağlı son məlumatları bölüşərdiniz. Zəfər gününün 5-ci il dönümünün yüksək səviyyədə təşkili məqsədi ilə Naxçıvan şəhərinin küçə və prospektlərində hal-hazırda hazırlıq işlərinə başlanılıb ki, həmin hazırlıq işləri şəhərin küçə və meydanlarına banerlər yerləşdirilir, həmçinin binaların üzərləri bayraqlarla bəzədilir. Eyni zamanda qeyd edim ki, müəyyən ərazilərdə bayraqlar dirəklərdə asılır və xüsusilə qeyd etmək istəyirəm ki, 8 noyabr tarixində Zəfər gününün qeyd olunması məqsədilə Heydər Əliyev prospektində səhnə qurulur. Həmən gündə konsert proqramı təşkil olunacaqdır. Eyni zamanda konsert proqramının sonunda isə möhtəşəm atəşfəşanlıq təşkil olunacaqdır. Bu görülən hazırlıqlardan tədbirin hansı səviyyədə olacağını artıq təxmin edə bilirik. Həqiqətən də şəhərimiz xüsusən də 3 rəngli Azərbaycan bayrağı ilə bəzədilməsi bir ayrı bir gözəllik qatıb. Sakinləri nələr gözləyir? Onlara nələr demək istəyirsiniz? 8 noyabr tarixində səhər saatlarından başlayaraq müxtəlif tədbirlər təşkil olunacaqdır. Şəhərdə maraqlı bir bayram ab-havası yaranacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, artıq 6 noyabr tarixindən isə şəhərimizdə hərbi yürüyüş təşkil olunacaqdır. Və qeyd edim ki, bütün gün şəhərdə bayram ab-havası təşkil olunacaq və şəhərdəki olan rəqəmli billboardlarda, monitorlarda da bayramı özündə əks etdirən paylaşımlar olacaqdır.